bugünkü dərsimiz atletikada, yəni 3-cü PDF-də əsasən qısa məsafəyə qaçışın fazaları və qaçaraq uzunluğa tullanmanın fazalarından sizə danışacağım. Birinci başda gedək, əsasən imtahanda düşə biləcək variantlardır bunlar. Əsasən düşə biləcəklər. Deməli, müəllimlər, birinci qaçışın fazalarından başlayaq. Qaçışın fazaları hansılardır? 1. Start, ikinci start sürətlənməsi, üçüncü məsafə boyu qaçış, dördüncü isə nədir? Finish etmədir. Düzdür? Biz yəni əvvəllərdən belə bilirik, indi də bu qaydada davam eləyir. Deyək ki, start birinci. Start komandası ilə mümkün qədər tez əlverişli start vəziyyətini almaq. Yəni sən burada, idmançı burada neyniyir? Tez bir şəkildə start vəziyyətini alır ki, çünki start vəziyyətindən sonraki gələn nəyimiz var? Start sürətlənməmiz var. İdmançı burada neyniyəcək? Məsafəni icra etməyə başlayacaq. Yəni qaçışa başlayacaq. Hamı diqqətlə qulaq asın. Deyir ki, aşağı start vəziyyətindən əvvəlcə 20 metr, sonra isə 30 metr məsafələrə maksimal sürətlə qaçış yarışlarıdır. Üçüncü, müxtəlif start vəziyyətlərindən istifadə etməklə 30 metr məsafəyə maksimal sürətlə qaçışın hər bir start vəziyyətindən bir neçə dəfə istifadə etməklə cütlüklərlə yarışlar. Bunlar təbii ki, nəyin daxilindədir? Bunlar təbii ki, startın daxilindədir. Hələ bu nədir? Hazırlıqdır. İkinci fazamız nədir? İkinci fazamız yadınızda saxlayın. Start sürətlənməsidir. Deyir ki, start sürətlənməsi zamanı şagird öz fəaliyyətini aşağıdakı tənzimləmələrlə yerinə yetirməlidir. Görək, bu tənzimləmələr hansılardır? Birinci, bədəni irəliyə maililiyi nə olmalıdır? Saxlanılmalıdır. Düzdür? Sizi bunu adi bir şeylə göstərin. Məsələn, baxın, maşınla svetoforda dayanmışsınız. Maşına ani qaz verəndə, yəni ani qazlanma olanda maşın neyniyir? Maşın, belə dedə, loru dildə desək, rubok yığır. Düzdür? Bu ruboku yığanda insanı neyniyir? Bu ruboku yığanda insanı istər-istəməz sideniyaya tərəf özünə çəkir. Düzdür? Bu da nədir? Bu da start sürətlənməsidir. Yəni, maşında olan o sürəti əldə edənə qədər. Məsələn, siz maşında stabil sürəti qoymuşsunuz saatda 60 kilometr. Düzdür? 60 kilometri yığana qədər maşın neyniyəcək? Təbii ki, siz ani qazlanma eləmişsinizsə, bu da öz növbəsində, yəni 60-a qədər o deyir, bədənin irəliyə mailliliyini saxlayır. Yəni siz 60-ı yığana qədər də o maşın da sizi sideniyaya tərəf sıxacaq. Aydındır? Yəni loru dildə gündəlik həyatda istifadə elədiyimiz bir taktika ilə sizə dedim. İkinciyə baxaq. Deyir ki, ilkin qaçış addımları qaçış səhdinə yaxından aparılır. Təkan, ani və sürətli icra olunur. Təbiidir ki, biz neyinirik? İlkin, yəni qaçış sürətlənməsi, start sürətlənməsi zamanı ilkin qaçış addımları qaçış səhdinə yaxından aparılır. Təkan, ani və sürətli icra olunur. Aydındır? Qaçış neyinir? Ani olur və səhtə yaxından aparılır. Yəni, addımlar bir-birinə yaxın olur, uzaq olmur. Məsələn, start sürətlənməsində birinci nə olur? Birinci olur, məsələn deyirəm, 60 sm addımın məsələn uzunluğu, düzdür? Amma bu məsafə start sürətlənməsindən sonra keçir ki, məsafə boyu qaçışa, məsafə boyu qaçışda belə deyək, təxminən 90 sm olur. Başarısız görürsünüz, yaxından aparılır. Bir-birinə ayaqlar, bir-birinə nə olur? Yaxın olur. Sonra qaçış addımının uzunluğu və tezliyi getdikcə artırılır. Düzdür? Qaçış addımının uzunluğu və tezliyi. Uzunluq nədir?
O dediyimdir də, birinci sən neyiniysən? 60-dan başlayırsan, üstə gələk, yavaş-yavaş. Getdi nəyə? 70, nə bilim, 80, axırı gəlir hara? 90-a qədər. Düzdür, məsəl üçün 90 deyirəm. Başa düşdünüz? Getdikcə artırırsan sən, addımın uzunluğunda artırırsan və addımın tezliyini də artırırsan. Məsələn, sən 1 saniyədə atırsansa, məsələn deyirəm, 4 addım, sən axırda o 20-25 metrəni tamamlayanda neyinirsən? 20-25 metrəni tamamlayanda atırsan 5 addım. Nə oldu? Qaçışın, tezliyin getdikcə artırdın. Sonra dördüncüyə baxaq. Deyir ki, qolların kəskin hərəkəti ilə təkanın sürətli icrasına kömək etmək. Yəni, təkan nədir? Təkan sizi qaçar uzunluğa tullanmaya falan aparmasın. Qaçışın, qolların kəskin hərəkəti təkanın sürətli icrasına kömək etməsidir. Başa düşdünüz? Bu da oldu nə? Bu da oldu. Start sürətlənməsində sizin qaçışa başladığınız an siz orada nə verirsiniz? Siz orada böyük təkan verirsiniz. Böyük qüvvə ilə irəliyə sıçrayış edirsiniz. Düzdür? Bu da oldu sizin üçün qolların kəskin hərəkəti. Bax, qolların kəskin hərəkətinə baxaq. İnsan adicə normal yeriyəndə görürsən, qolu ilə özünə nə verir? Ritim verir də, təkan verir. Düzdür? İstər-istəməz. Qaçışda da bu hal var. Görürsünüz, qaçış zamanı qolumuzu niyə yığırıq? 90 dərəcə yığırıq. Ona görə yığırıq ki, bizə kömək eləyir o. Ritmi tutmaqda bizə kömək eləyir. Bəs niyə əlimizi cibimizə qoyub qaçmırıq? Niyə əlimizi belimizə vurub qaçmırıq? Düzdür? Niyə əlimizi məsələn boynumuzun dalına keçirdib qaçmırıq? Əlimizi başımıza qoyub qaçmırıq? Çünki o zaman biz rahat ola bilmirik. Aydındır, müəllimlər. Sonra qolların kəskin hərəkətini bunu dedim, gövdənin irəliyə maililiyi 20-25 metrədə tədricən nə olur? Tədricən düzəlir. Gövdənin irəliyə maililiyi 20-25 metrədə tədricən düzəlirsə, bu da olacaq nə? Start sürətlənməsində. Biz dedik, orta məktəblərdə nə qədərdir? 20-25 metrdir, düzdür? İdmançılar üçün nə qədərdir? İdmançılar üçün isə 25-35 metr təşkil edir. Aydındır? Və sizə sualda düşəndə də diqqət edin ki, idmançı ilə orta məktəbi sizdə qarışdırmayasınız. Şagirdlə orta məktəb idmançını qarışdırmayasınız. Sonra, üçüncü fazamız nədir? Üçüncü fazamız dedik, məsafə boyu qaçışdır. Deyir ki, məsafə boyu qaçış qısa məsafələrdə qaçış məsafəsinin əsas hissəsini təşkil edir. Əsas hissəsini təşkil edir. Yadınızda saxlayın. Əsas hissəsini neyini? Təşkil edən məsafə boyu qaçışdır. Bu hissənin əvvəlində idmançı maksimal sürət əldə etməyə və onun bütün məsafə boyu saxlamağa çalışır. Başa düşdünüz? Bu da oldu nə? Bu da oldu məsafə boyu qaçış. Bunun üçün qaçış addımlarının uzunluğu və addımın tezliyi optimal nisbəti saxlanılmalıdır. O bayaq dedim ha sizə, qaçışda addımın uzunluğu nə qədərdir? Start sürətlənməsində sən yığdın məsələn 90 santimetr, düzdür? Bir dəqiqədə, üzr istəyirəm, bir saniyədə məsələn deyirəm, yığmışsan 5 addım. Start sürətlənməsində, burada, o 20-25 metrdə, düzdür? İndi sən onu məsafə boyu qaçışda saxlamalısan. Necə saxlamalısan? Deyir ki, addımın uzunluğu, sənin yenə addımın uzunluğu olmalıdır nə qədər? 90 santimetr, düzdür? Addımın uzunluğu yenə olmalıdır 90 santimetr. Addımın tezliyi isə bir dəqiqədə olmalıdır nə qədər? Bir dəqiqədə olmalıdır 5 addım. Sabir müəllim, səs aç. Bəli, müəllim. Sabir müəllim,
Addımın tezliyinin yerindədir mən. Bir dəqiqədə 5 addımdır, mən onu icra edirəm. Və mən bir dəqiqədə bir addımda 85 santimetr atsam, bu mənim məsafə boyu qaçışıma təsir eləyər, eləməz? Eləyər mənim. Ay sağ ol. Bu mənim məsafə boyu qaçışıma təsir eləyəcək. Niyə görə? Çünki mən maksimal tempdə və maksimal tezlikdə neyniyə bilmirəm? Hərəkəti icra eləmirəm. Addımın uzunluğu qısaldır. Və yaxud da ki, bir addımda 5 addım atmalıydım, atıram, bir addım neydi? 1 saniyədə 5 addım atmalıydım, atıram, məsələn deyirəm, 4 addım. Aydındır? Və təbii ki, mən 90 santimetrlik addımlar atıramsa, santimetrlik, bu da mənim qaçış sürətimə təsir eləyəcək. Ay, sağ ol. Sonra deyir ki, şagird məsafə boyu qaçış zamanı öz fəaliyyətini aşağıdakı qaydalarda tənzimləyir. Gəlin görə aşağıdakı qaydalarımız bizə nələri verir? Deyir ki, gövdənin irəliyə maililiyi, yəni əyilməsi cüzi halda olur. Yəni, çox cüzi halda sən neyləməlisən? İrəliyə əyilməlisən ki, sənin o tezliyin və addımın arasında olan məsafə neyləməsin? İtməsin. Düzdür? Əgər sən gövdənin, yəni öz bədənin irəliyə maililiyi azalıbsa, yəni maililiyi yoxdursa, bu zaman nə olacaq? Bu zaman avtomatik sənin ya sürətin azalacaq, ya da addımların nəyi? Tezliyi azalacaq. İkiyə baxaq. Deyir ki, qolların hərəkəti qaçış ritminə müvafiqdir və təkanın sürətli icrasına və addımın tezliyinə kömək edir. Qolların hərəkəti qaçış ritminin müvafiqdir. Yəni, bayaq dediyim kimi, biz qaçış ritmini tutanda nə ilə tuturuq? Qolların hərəkəti ilə tuturuq. Bunların hamısını sizdən bir-bir soruşacaq. Qaçış addımlarının uzunluğu təxminən eynidir. Qaçış addımının uzunluğu təxminən eynidir. İstəyir qaçış addımının uzunluğu olsun, istəyir qaçış addımın tempi olsun. Bunlar hər biri nə olmalıdır? Hamısı eyni olmalıdır. Yəni, sən start sürətlənməsindən nə ilə çıxmışsansa, finiş etməyə də onunla neynəməlisən? Daxil olmalısan. Sonra, deyir ki, ayaqlar qaçış səthine pəncənin ön hissəsi ilə yayvari dayağa uyulmalıdır. Yəni, təbii ki, bilirik ki, bunu qaçış zamanı neyinirik? Pəncənin ön hissəsi yerlə nə eləyir? Təmas edir. Sonra 5-ciyə baxaq. İrəliyə sürətli hərəkət etmək səyi nə olmalıdır? Hiss olunmalıdır. İrəliyə sürətli hərəkət etmək səyi hiss olunmalıdır. Yəni, hiss olunmalıdır ki, sən neyinirsən? İrəliyə sürətli hərəkət etmək hissi var səndə. Sonra, əldə olunmuş qaçış sürətini saxlamaq lazımdır. Təbiidir ki, sən əgər deyirəm, məsəl üçün deyirəm, saatda 60 kilometr sürət yığmısan və həmin sürəti nə eləməməlisən? 57-yə, 58-ə nə eləməməlisən? 57-yə, 58-ə salmamalısan. Aydındır, müəllimlər? Başa düşdünüz bura qədər? Bəli, mənim. Sonra deyir ki, məsafə boyu qaçış finiş etməklə neyiniyir? Məsafə boyu qaçış finiş etməklə başa çatır. Yəni, yekunlaşır finiş etməklə. Yadda saxlayır. Sonra deyir ki, 4-cü fazamız və sonuncu fazamız hansı fazadır? 4-cü və sonuncu fazamız finiş etmə fazası hesab edilir. Deyir ki, finiş etmə qısa məsafələrə qaçışda finiş etmə məsafənin uğurlu qət edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Yəni, sənin xüsusi əhəmiyyət idmançı üçün xüsusi yer haradır?
xüsusi yer finiş etmədir. Yadda saxlayın. Çünki burada idmançının veya doğru dildə desək taleyi həll olunur. Yəni idmançının birinci, ikinci, üçüncü çatmaq şansları nədir? Burada həll olunur. Sonra deyir ki, finiş etmənin bir neçə üsulları mövcuddur. Burada əsas məqsəd maksimal sürətlə qaçış yaratdığı yorulma fonunda öz qaçış sürətini saxlamaqdır. Yəni, ola bilər yorulma səndə fon yarada bilər, amma bu sadəcə fon olaraq qalmalıdır. Sən neynəməlisən? Sən öz qaçış sürəti, öz ritmi, öz tempoyu saxlamalısan. Aydındır. Və şagird və yaxud da ki, idmançı məsafə boyu finiş etmədə məsafənin uğurla başa çatmasına neynəməlidir? Özündə zəmin yaratmalıdır. Ümumi təhsil məktəblərində finiş etmə sadəcə olaraq sonuncu qaçış addımında gövdənin irəliyə əyməklə icra edilir. Bu, ümumi təhsil məktəblərində finiş etmədir. Yadda saxlayın. Və finiş etmə də 4 və 5 metrlikdən icra olunur. Başa düşdünüz müəllimlər? Bura qədər sual olan varsa buyursun. Şimdi gedirik nəyə? İndi gedirik qaçaraq uzunluğa kullanmaya. Görək qaçaraq uzunluğa kullanmada nələr var? Deyir ki, birinci, qaçaraq uzunluğa kullanmanın ümumiyyətcə bilinə fazaların yadımıza salaq, görək hansı fazalar var. Birinci nədir? Birinci, təbii ki, qaçış olmazsa olmazıdır. Qaçış fazasıdır. İkinci, təkan fazasıdır. Üçüncü, uçuş fazasıdır və dördüncü də nədir? Dördüncü də yerə enmə fazasıdır. Düzdür? Qaçış, təkan, uçuş, bir də yerə enmə. Birinci, qaçışın düz xətli olması. Baxın, qaçışın düz xətli olması nəyə aiddir? Təbii ki, hamısının tərkibində qaçış var. Ola bilər bu. Amma bir nüansa burada diqqət edin ki, burada da qaçış var. Amma buradakı təkandakı qaçışla qaçış fazasında olan qaçışın fərqi nədədir? Deyir ki, qaçışın düz xətli olması. Təbiidir ki, qaçış düz xətli yerinə yetirilir. Qaçışın sürətinin getdikcə artırılması. Təbiidir ki, sən yerindən tərpənəndə neynirsən? Qaçışı sürətlə icra eləmək üçün ona səy göstərsən. Sən getdikcə sürəti artırırsan. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması. Bu da qaçış fazasına aiddir. Qaçış məsafəsini təkan yerinə dəqiq düşməyə imkan verməsi. Əgər sənin qaçışın zəifdirsə, sən təkan yerinə dəqiq düşə bilmərsən. Aydındır? Sonra gedirik nəyə? Təkanı qaçış addımında icra etmək. Təkanı qaçış addımında harada icra edirsən? Qaçış addımının sonunda icra edirsən və təkan edirsən sən. Bədənin ağırlığını irəliyə və yuxarıya istiqamətləndirmək. Bədənin ağırlığını irəliyə və yuxarıya istiqamətləndirmək nə olacaq? Təbii ki, bu təkan fazasında. Biz neyinirik? Bədənimizin ağırlığını təkan verərək yuxarıya qaldırır. Düzdür? Yəni, istiqaməti yuxarı veririk ki, biz uçuşa hazırlaşırıq, uçuşa keçiririk yüzeyimiz. Sonra qolların sərbəst qıçın qolaylandırmaq hərəkətini tez və sürətli icra etmək. Bu nə olacaq? Bu da olacaq, təbii ki, qolların qolaylandırılması, qıçın qolun qolaylandırılması harada olacaq? Təkan fazasında olacaq. Keçək indi müəllimlər uçuş fazasına. Görək uçuş fazasında nələrə diqqət yetirməliyik. Deyir ki, təkandan sonra qaçışın
qaçış addımının vəziyyətini mümkün qədər saxlamaq. Baxın, təkandan sonradır. Təkandan sonra deyirsə, demək ki, uçuşdadır bu. Başa düşdünüz? Sonra uçuşda qıçların hərəkəti ilə müvazinəti saxlamaq. Yəni, uçuşda deyirsə, təbii ki, bu harada olacaq? Bu, uçuş fazasında olacaq. Və qıçların hərəkəti ilə müvazinət saxlamalısan. Sonra, üçüncü, yerə enməyə hazırlaşmaq. Yerə enməyə hazırlaşmaq deyir, ha. Yerə enmək demir. Hələ sən hazırlaşırsan. Düzdür? Yerə enmək. Sabir müəllim, bir dəstə sat cənabımızı. Buyur müəllim. Sabir müəllim, təyyarə havada, belə deyək də, aeroporta enməyə hazırlaşanda, belə deyək də, təkərlər açılır, yoxsa enəndən sonra açılır? Hazırlaşanda, elə ki, yerə yaxınlaşanda açılır da müəllim. Bu, uçuşa aiddir də, düzdür? Bəli, müəllim. Ay, sağ ol. Bu uçuşa aiddir. Sən samolyota çox bilmirsən, təyyarəyə çox bilmirsən deyə səndən soruşdum. Mən heç bilməmişdim. Düzdür. Ona görə də, yəni təyyarə harada olur? Uçuşda, yəni havada olanda bu neyinir? Yerə enməyə hazırlıq işləri gedir də, təkərlər asılır, indi müəyyən şeylər var, onların pilotlar özləri bilirlər. Və bu harada icra olunur? Bu icra olunur uçuşda, yəni hələ sən havadasan. Yerə enməyə hazırlaşmaq. Dördüncüyə baxaq. Gövdənin şaquli vəziyyətini mümkün qədər çox saxlamaq. Qıçları sinəyə tərəf çəkmək. Baxın, diqqət edin. Uçuş fazası ilə yerə enmə fazasında qıçları sinəyə tərəf çəkməyi qarışdırmıyor. Bax, deyir ki, gövdənin şaquli vəziyyətini mümkün qədər çox saxlamaq. Şaquli nədir? Yəni, uçuşda gövdəni düz saxlamağa çalışmaq. Və qıçları sinəyə tərəf çəkmək. Yəni sinəyə tərəf çəkirsən yavaş-yavaş. Yerə enmədə deyir ki, qıçları sinəyə çəkmək. Tərəf yox, çəkmək, çəkirsən. Qıçları sinəyə çəkmək və qolların irəliyə uzatmaqla qruplaşmaq. Bu da nə olacaq? Bu da olacaq yerə enmə fazası. Yerə enmə fazasında qıçları sinəyə çəkmək və qolları irəliyə uzatmaqla qruplaşmaq. Bu getdi yerə enmə fazasına. İkinci, dabanlar yerə toxunan anda arxaya aşmamaq üçün bədənin ağırlığını dayaq sahəsindən irəliyə vermək. Görsən, dabanlar neyindədir? Yerə toxunan anda. Arxaya aşmamaq üçün bədənin ağırlığını irəliyə, dayaq sahəsindən irəliyə vermək. Bu da oldu nə? Bu da oldu yerə enmə fazasında. Sonra enmə xəndəyindən irəliyə çıxmaq. Enmə xəndəyi müəllimlər, yadınıza saxlayın, elə qum xəndəyinin özüdür. Ola bilərsə enmə xəndəyi çıxar qarşınıza. Yəni enmə xəndəyi, xəndək sözündən bilməlisiniz ki, bu nədir? Bu qum xəndəyi. Yəni şagird yaxud idmançı neyinir? Qum xəndəyindən irəliyə çıxır. Enmə xəndəyindən irəliyə çıxırsa, bu oldu hansı faza? Yerə enmə fazası. Aydındır müəllimlər burada. Sonra deyir ki, qaçaraq uzunluğa tullanmanın fazaları. Bunu bildiniz. Qaçış, təkan, uçuş, yerə enmə. Qaçış fazasına bax. Deyir ki, daha uzaq məsafəyə tullanmaq üçün maksimum irəliyə doğru impuls almaq üçün qaçışı sürətinə nail olmaq vacibdir. Yəni sən maksimum sürət əldə eləməlisən ki, neyniyə biləsən? Sən istədiyin yerə təkan verib uçuş edə biləsən. Düzdür? Qaçış fazasının düzgün icrası üçün
aşağıdakı hallara riayət etmək vacib. Gəlin görək nədir? Gəlin görək nədir? Deyir ki, qaçışın düz xətli olması. Bayaq izah eləmişdim. Qaçışın sürətinin getdikcə nə? Artırılması. Qaçış məsafəsinin maksimum sürətə alınması. Maksimum sürətlə alınması. Qaçış məsafəsinin tam yerinə dəqiqliklə çatdırılması. Bu nədir? Bunlar hamısı olduğu qaçış fazaları. Sonra gedirik təkan fazasına. Deyir ki, mümkün olan uçuş məsafəsinin maksimuma çatdırmaq lazımdır. Təkan fazasının düzgün icrası üçün aşağıdakı qeydlərə riayət etmək vacibdir. Təkanın güclü ayaqla icra etmək. Məsələn deyirəm, hərə bir formada biri sağ ayaqla icra edir, biri sol ayaqla icra edir. Onun heç bir qaydası yoxdur. Yəni, qaydası odur ki, idmançı hansı ayaqla istəsə o ayaqla da icra edir. Yəni, hansı ayağı güclüdürsə o ayaqla da neynəməlidir? Hərəkəti icra etməlidir. Sonra bədənin əyilməsi ilə deməli, bədənin əyilmə ilə irəliyə və yuxarıya əyilməsi. Təbii ki, təkan verəndə biz neynəyəcəyik? İrəliyə əyiləcəyik. Düzdür? İrəliyə və yuxarıya əyilməsi. Qolların sərbəst və aydın hərəkəti ilə kömək göstərilməsi. Qolların sərbəst və aydın hərəkəti ilə kömək göstərilməsi də bu nə olacaq? Bu da olacaq təkan fazası. Sonra gedirik nəyə? Uçuş fazasına. Deyir ki, bu uğurlu yerə enmək üçün zəmin yaradır. Uçuş fazasının düzgün icrası üçün aşağıdakı qaydalara riayət etmək vacibdir. Təkandan sonra qaçış addımının vəziyyətini neynəmək? Saxlamaq. Təkandan sonra deyirsə, demək ki, bu haradadır? Uçuşdadır. Uçuşda ayaqların hərəkəti ilə müvazinəti saxlamaq. Müvazinəti uçuşda saxlayırsan. Sonra bayaq dediyim məsələ, yerə enməyə hazırlaşmaq, gövdənin şaquli vəziyyətini mümkün qədər çox saxlamaq, ayaqları sinəyə tərəf neynəmək? Çəkmək. Düzdür? Bu da nə olacaq? Bu da təbii ki, uçuş fazasına aid olacaq. Dördüncü fazaya baxaq. Yəni, yerə enmə fazası. Yerə enmə fazasının düzgün icrası üçün aşağıdakı qaydalara riayət etmək vacibdir. Deyir ki, ayaqları sinəyə çəkmək və qolları irəliyə uzatmaq. Təbii ki, ayaqları sinəyə çəkmək nə deməkdir? Yəni, ayaqları sinəyə tərəf çəkirsən ki, ən azından biraz da olsun, neynəyəsən? İrəliyə hərəkət eləyə biləsən, uçuşu biraz da irəliyə apara biləsən. Sonra tabanları yerə toxunanan da arxaya aşmamaq üçün bədənin ağırlığını dayaq hissəsindən irəliyə vermək. Yəni, arxaya yıxılmamaq üçün neynəməlisən? İrəliyə aşmalısan ki, sən arxaya yıxılmayasan və sənin belə, lora dildə deyəcək, nəticənə təsir etməz. Sonra, emmə xəndəyindən irəliyə çıxmaq. Emmə xəndəyindən də irəliyə çıxmaq nədir? Emmə xəndəyindən də irəliyə çıxmaq yerə emmə fazasına aiddir. Sonra, qaçaraq uzunluğa tullanmanın üsulları. Üsulları, yəni, hər idmançı bir üsulda yerinə yetirir. Ayaqlar bükülərək, bel arxaya əyilərək, bir də qayçı var. Yəni, 3 dənə nəyi var? Üsul var. Bu da hündürlüyə tullanmanın, yox, qaçaraq uzunluğa tullanmanın fazalarıdır. Qaçış, təkan,
uçuş yerə enmə. Hündürlüyə tullanmanın üsulları. Hündürlüyə tullanmanın üsullarına bax. Addımlama, addımlama. 5, 9 addım bu addımlama. Sonra ikinci aşma 7, 8 addım. Dalğa, yuvarlanma, bir də nə? Bir də fosfori klub. Bu da 8, 12 nə? Addım olaraq yerinə yetirilir. Aydın müəllimlər, bura qədər sual olan. Bura qədər sual olan varsa buyursun. Aha. Sonra gedirik nəyə? Şüvüllə kullanmanın fazaları. Birinci, qaçış. İkinci, şüvülün dayağa qoyulması. Üçüncü, təkan, dayaq. Dördüncü, aşma, düzəlmə, dönmə. Beşinci isə plankanı keçmək, yerə enmə. Bu da şüvüllə kullanmanın fazaları. İcra üsuluna görə atmalar 3 növdə olur. Qaçaraq, xətti, bir də fırlanaraq. Xüsusi qəfəsdə yəni keçirilən atmalarımız. Xüsusi qəfəsdə keçirilənlərimiz çəkiş, bir də lövhədir. Atmaların sektorun ölçüsü eyni olanlar yadda saxlayın. Açar söz olaraq 2 dənə ağır atmamızdır. Biri çəkicdir, biri isə yadrodur. Eyni sektorda icra olunan atmalar. Eyni sektorda icra olunanlar. Çəkic, bir də nə? Bir də yadrodur. Sonra yadroda, deməli, yadro eyni anda hamısı, yəni bütün atmalarla yerinə yetirilir, yəni keçirilir. Yadro çəkiclə keçirilir, yadro izə ilə keçirilir, yadro lövhə ilə enir. Bir yerdə atıla bilir. Aydındır müəllimlər. Bu da sizə atletika.